Salam hörmətli izləyicilərimiz. Həyəti böyük ev istəyənlər ekrana yaxın dursun. Bir də modern ev. Bu evin ən üstün cəhətlərini sizə izah edəcəm ki, bu evi niyə almalıyıq? 3 üstün cəhəti. Həyəti böyükdür. Birinci. İkincisi, hörmətli izləyicilərimiz, qoşa kubiklə inşa olunub. Üçüncüsü də ki, sənəd, paket kupçadır. Bundan əlavə 3 dənə də üstün cəhəti var. Bunları sizə hamısını bir-bir sadalayacağım. Əgər özünüzə normal tikilmiş ev axtaranlar ekrana yaxın dursun. Ustavızı götürün, gəlin. Rahatlıqla deyirəm, qardaş özü də ustadır. Burada mərkəzi kanalizasiyanın trapı, burada gül çəkmək üçün gözəl bir yer ayrılıb. Baxın, pəncərələr də, hörmətli izləyicilərimiz, görsənməyən pəncərələri zerikanlıdır. Həyəti geniş, modern, renk seçimi ideal. Bir dənə də plus buradan. Gəlin, hörmətli izləyicilərimiz. Burada balkon. Qiymət endirilmiş bir qiymətdir. 69.500 manata. Mənə bu kvadratda 3 otaq ev verin. Bax, burada güzgüsü, plus, incə detay, burada öz düşdü hamısı. Sağda bir dənə sanuzeli, üzr istəyirəm, mətbəxi. Bax, qazın xəttinin qədər çəkib. İşıq sayğacı qoyulub, qaz sayğacının texniki şərti alınıb, hamısı qaydasında. Bir dənə də plus, buna hörmətli izləyicilərimiz üstün cəhət. Baxın, pəncərələr öz həyətinə baxır. Görürsünüz, pəncərə öz həyətinə baxır. Bir də ki, hörmətli izləyicilərimiz, burada tavan hündürlüyü idealdır. İndi bir vaxt dediniz ki, Cahangir 4-5 üstün cəhətlərdir. 6-cı plusu cəhəti ən üstün cəhətlərindən bir evin. Biri var, 4 tərəfinə kəmər verirlər pəncərənin üstünə. Baxın, evinizin bu hissəsi var. Burada da biri var, kusok qapının üstünə armatur atırlar. Burada elə bir şey yoxdur. Bura kəmər verilib o şey. Bax, bura kəmər verilib. Bax, bütün qapıların üstü, onların video çəkilişləri, evin tikintisində qoşadaşın videoları, hamısı var. Bunları mən sizə şəxsən təqdim edəcəm. İstəsəz də, istəməzsiniz də. Çünki keyfiyyəti görün ki, keyfiyyətli evdir. 69.500 manatdır. Sanuzel geniş, kenarı qraniti, üstü polu. Bir dənə böyük yataq otağı buradadır, hörmətli izləyicilərim. Çox geniş və idealdır, hörmətli izləyicilərim. Solda bir dənə böyük yataq otağıdır. Bir də bu evi niyə almalıyıq? Gəl, Əksəbir, bir dənə bu izləyicilərimizə izah edək, bu evi niyə almalılar? Bu pulu niyə verməlisiniz bu evə? Çünki bunun yataq otaqlarının 7-ci üstün cəhəti, yataq otaqları, bax, 5-in 3-ə, 4-ün 3-ə. Yəni, xırda 3-ün 3 yarıma otaqlardan ənənəvi belə tikilən evlərdə balaca olur da, hörmətli izləyicilərimiz. Burada əsas üstünlük həyətin genişliyi, evin kvadratının genişliyi bunlara verilib. Bu evi əldən qaçırmaq istəmirsinizsə, paket kupçalı evi inşallah bizə zəng edin, əmlak ofisimizə, mənə zəng edin. Birbaşa inşallah konumun atım evin sahibi ilə calaşdırım. Gəlin, baxaq, inşallah razılaşaq, götürək bu gözəl evi.